Salam dostlar. Bugün çox verilən suallardan birini cavablandıracağıq. Yay aylarında sızanaq müalicəsi etmək olar, yoxsa payızı gözləmək lazımdır? Bir çox insan düşünür ki, yayda dermatoloji müalicələr etmək olmaz və bütün prosedurlar mütləq payız-qış aylarına saxlanılmalıdır. Bəs bu fikir nə qədər doğrudur? Qısa cavab budur. Bəli, yayda akne vulgaris müalicəsi etmək olar. Sadəcə bəzi qaydalara daha ciddi əməl etmək lazımdır. Yayda sızanaqlar niyə artır? Yay aylarında hava temperaturu yüksəlir və dəri daha çox tərləyir. Tərləmə və artıq yağ ifrazı məsamələrin tutulmasına səbəb ola bilər. Bundan əlavə günəş kremindən düzgün istifadə edilməməsi, dərinin kifayət qədər təmizlənməməsi, hovuz və dənizdən sonra qulluq edilməməsi, isti və rütubətli hava, bütün bunlar bəzi insanlarda sızanaqların artmasına səbəb ola bilər. Məhz buna görə də yay aylarında müalicəyə ehtiyac yarana bilər. Bəs günəş sızanaqları sağaldır? Bu çox yayılmış yanlış fikirlərdən biridir. Bir çox insan günəş vannasından sonra sızanaqların azaldığını hiss edir. Lakin bu effekt adətən müvəqqəti olur. Günəş şüaları qızartını müəyyən qədər gizlədə bilər və dəri bir müddət daha yaxşı görünə bilər. Ancaq sonradan dərinin yağlanması artar və sızanaqlar yenidən daha çox yarana bilər. Yəni günəş aknenin müalicəsi deyil. Yayda hansı akne müalicələri edilə bilər? Dermatoloqun təyin etdiyi əksər prosedurları və müalicələri yayda da istifadə edilə bilər. Günəşdən qorunmaq niyə vacibdir? Akne müalicəsi alan insanlarda günəş şüaları ləkələrin yaranma riskini artırır, mövcud ləkələri tündləşdirə bilər, dərinin qıcıqlanmasını artıra bilər, müalicənin yan təsirlərini gücləndirə bilər. Buna görə də hər gün SPF 30 və SPF 50 qoruyucu krem istifadə etmək tövsiyə olunur. Hətta hava buludlu olsa belə günəşdən qorunmaq vacibdir. Yayda hansı prosedurlarda ehtiyatlı olmaq lazımdır? Bəzi estetik prosedurlar günəşlə təmas zamanı ləkə riskini artıra bilər. Bu səbəbdən dərin kimyəvi peelinqlər, bəzi lazer prosedurları, aqressiv dəri soyma müalicələri planlaşdırılarkən dermatoloqun tövsiyəsi mütləq nəzərə alınmalıdır. Lakin bu o demək deyil ki, bütün prosedurlar qadağandır. Hər xəstənin dərisi və vəziyyəti fərqlidir. İzotretinoin istifadə edənlər yayda nə etməlidir? Əgər siz dermatoloq nəzarəti altında izotretinoin müalicəsi alırsınızsa, yayda da müalicəni davam etdirmək mümkündür. Sadəcə günəşdən daha yaxşı qorunmaq, SPF istifadə etmək, dərini nəmləndirmək, uzun müddət birbaşa günəş altında qalmamaq lazımdır. Yayda sızanağı olan insanlar üçün vacib məsləhətlər: üzü gündə 2 dəfə yumaq, təmizləyici ilə yuyun, ağır və ya yağlı kosmetik vasitələrdən uzaq durun, tərlədikdən sonra dərini təmizləyin, sızanaqları sıxmayın, günəşdən qoruyucu istifadə edin, dermatoloqun təyin etdiyi müalicəni yarımçıq saxlamayın. Yay aylarında akne vulgaris müalicəsi etmək mümkündür və bir çox hallarda müalicəni gecikdirmək düzgün deyil. Əgər sızanaqlarınız aktiv şəkildə davam edirsə, çapıq qoyursa və həyat keyfiyyətinizə təsir edirsə, payızı gözləyim düşüncəsi ilə vaxt itirməyin. Düzgün müalicə və ya günəşdən qorunma qaydalarına əməl etdikdə, yayda da uğurlu nəticələr əldə etmək mümkündür. Unutmayın, sızanaqların müalicəsində ən vacib məsələ mövsüm deyil, düzgün diaqnoz və dermatoloq nəzarətidir. Videonu faydalı hesab etdinizsə bəyənməyi, paylaşmağı və səhifəni izləməyi unutmayın. Sağlam və təmiz dəri ilə yenidən görüşmək ümidi ilə.